Dəyərli izləyicilər, bu gün sizə şüşə qapı pompalarının sürət tənzimləmələri haqqında məlumat verəcəyik. Şüşənin ağırlığına və eninə görə müxtəlif növdə pompaların olmasına baxmayaraq, onları birləşdirən əsas özəllik, hansı ki hamısında eyni cür olur, sürət və çırpılma vidalarının olmasıdır. Bu tənzimləmələri sizə real qapı üzərindən göstərəcəyik. Mexanizma üzərində 2 ədəd tənzimləmə vidası mövcuddur. Birinci, yəni yuxarıda olan qapının bağlanma sürəti, ikinci vida isə qapının çırpılma sürətini tənzimləyir. Birinci vidanı saat əqrəbi istiqamətində sıxmaq, qapının açıq vəziyyətindən bağlanmağına 20 dərəcə qalmışa kimi olan sürətini tənzimləyir. İkincini sıxmaq isə 20 dərəcədən təmiz bağlanana qədər olan hissəni, yəni çırpılma sürətini tənzimləyir. Yadda saxlayın, bu iki sürət vidası birlikdə işləyir. Bir vidanın ayarını dəyişdinizsə, digərini ona uyğun tənzimləyin. Yəni birini çox sıxıb, digərini toxunmamaq yaxşı nəticə verməyə bilər.